Salam, özünüzü təqdim edin. Salam, mən Şahbel Cəmil, LT Universitetinin bakalavr səviyyəsində Computer Science ixtisası üzrə məzun olmuşam. Dövlət proqramına etdiyim müraciətdə namizədliyim müsbət dəyərləndirilmişdir və mən Şotlandiyada yerləşən Glasgow Universitetinə tam təqaüd qazanmışam. Xarici təhsil istəyiniz necə formalaşdı? Bu istək 3 il əvvəl mən bakalavra müraciət edən zaman formalaşmışdır. Mən Avropanı səyahət etmək istəyirdim və xaricdə qalmanın necə bir olduğunu, necə bir şey olduğunu bilmək istəyirdim və bu məndə xoş təəssüratlar buraxdı. Ona görə də magistr təhsilimi də xaricdə davam etdirmək istəyirdim. Magistr pilləsi üzrə qəbul aldığınız universitetlər hansıları oldu? Ümumi olaraq bayaq dediyim kimi Şotlandiyada yerləşən Glasgow Universiteti, Almaniyada Freiburg şəhərində yerləşən Freiburg Universiteti və Technical University of München. Xarici təhsil almaq istəyən tələbələrə tövsiyələriniz nələrdir? Tövsiyəm budur ki, fikrinizdən qətiyyən dönməyin, imtahanlarınıza yaxşı hazırlaşın. Çünki siz xaricdə təhsil alsanız, yeni mədəniyyətlərlə tanış olacaqsınız, müxtəlif insanlar görəcəksiniz və yeni məkanlar kəşf edəcəksiniz. Ona görə də xaricdə həyatınıza bir sıra öndə başlamaq istəyirsə, Ruh Akademiyaya müraciət edin.